Berberiydi de qadın. Görsən. Onun Sumqayıtdan bir ana onu düzəldib, getirib. Berber. O kadar derdim var ay bana. Bu saatdir səhər. Size onu da ne bildi onu da ay Allah sen hardansan? Serdab şehit anaları. Çoktan gibi gidip 3 ildir getirdiler onu. Nə qəşəng. He görsen necə bildi. Allah rəhmət eləsin. Sağ olun. Yüreğim qurban. Xalçı da tikilidir elə ana. Onu da özü getiribdi. Hükümet, dövlət. Hökumət, dövlət özü O hamıya, xalçadı görsən o hamıya veriblər oğlum. Evet, dövlət. Sənə qurban. Hamıya. Bax bu da mənim kameram. Görürsünüz də. Ha. Mən siz gəlməmişdən oradan baxdım görüm heç kəs yox. Deməmiş patates yemişsiniz. Ha, ana. Gəldik. Allah köməyiniz olsun. Allah razı olsun. Yox oğlum, Mingəçevir Kollec, Universitet pastayanı bizə gəlir. Mən onu dana bilmərəm. Həmişə. Allah sizdən razı. Vəbşə Mingəçevir birinci yer tutur da. Hər sahədə. Bütün günü şəhidlərə gəlirlər. Bu tam səmimi deyirəm. Bu günlərdə gətiriblər, kimlə gətirib, mən bunu saxlayıram. Əzizləyirəm, görürsünüz də özünüz. Allah sizə sağcan versin, sənə qurban. Allah sizə də uzun ömür. Xoşbəxt olun. Müharibə sözü nədir? Onu heç kəs, onun cavabını heç kəs tapa bilməsin ki, müharibə nə deməkdir? Onu bilmirik. Arzu edirəm elə.